Müsbət A, B və C ədədləri üçün onların nisbətləri cəmi 4, 3, 7-yə mütənasibdir. Kvadratların cəmi 666 olarsa, 2A + 3B + C ifadəsinin qiymətini tapın. Buradan biz A-nı 4K ilə, B-ni 3K ilə və C-ni də 7K ilə ifadə etsək, çünki onlar həmin ədədlərlə mütənasibdir. Onların kvadratları cəmi, yəni 16K-nın kvadratı, 9K-nın kvadratı və 49K-nın kvadratı bərabərdir 74K-nın kvadratı alınar. Və bu da 666-ya bərabərdirsə, K-nın kvadratı bərabərdir 666-nın 74-ü 2-yə bölsək, burada 37, burada isə 333 düşər. 37-nin də 9-a vursaq 333 eləyər. Yəni 9 alınır K-nın kvadratı. Deməli, K bərabərdir 3-ə. Müsbət ədədlərdir, ona görə -3 götürmürük, ancaq müsbət 3 götürürük. Deməli, A alınır 12, B alınır 9, C də alınır 21. Və 2 vurulsun 12, üstə gəlsin 3 vur 9, çıxılsın 21. 24, üstə gəl 27, çıxılsın 21. 27-dən 21 6 qalır, 6 ilə 24 toplasam 30 eləyər.